Təmsil etdiyim Gəncə şəhərindən dünya günəş kimi doğan Nizami Gəncəvi zamanında deyirdi ki, sözündə su kimi lətafəti var, hər sözü az desən daha xoş olar. İlk öncə təşkilatçılara təşəkkürümü bildirirəm. Sizə Zahid müəllim, hörmətli akademikimiz Şahin müəllimə, Türk dövlətlərindən gələn bu tədbir üçün məxsusi gələn qonaqlarımıza və etdiyi təqdimatlara görə təşəkkür edirəm. Əslində bugünkü təqdim olunan barometr, icazə versəz mən millət vəkili kimi yox, artıq 30 ilə yaxındır universitetdə çalışan və bilavasitə elmə rəhbərlik edən bir insan kimi danışacağım. Bu barometr biz təhsil işçiləri, elm işçiləri üçün düşündürücü bir təqdimat oldu. Çünki statistik məlumatı gördükdən sonra mənə elə gəlir ki, rektorlar da bunu təsdiqləyər. Biz həm yaxşı mənada, həm bəzən gözləmədiyimiz anlamda təəccübləndik bəzi məsələlərdə və bu bizim üçün növbəti işlər üçün yaxşı bir başlanğıc oldu. Çünki Türk dünyasının bugün birləşməsinin şahidiyik. Bugün siyasi anlamda artıq burada gələn qonaqlarımız da dedilər, siyasi cəhətdən birləşirik, rəhbərlərimizin bu sahədə gördüyü böyük işlər elm və təhsil adamlarını da vadar edir ki, bu sahədə müəyyən addımlar atsınlar. Və mənə elə gəlir ki, Özbəkistandan gələn xanım qonağımız dedi ki, elə elmi seminarların keçirilməsi buna gözəl bir addım olar. Ortaq əlbəttə ki, biz alfabeyə doğru gedirik. Əlbəttə ki, ortaq dilə doğru gedirik. Əslində, ortaq dilimiz bugün də var. Çünki nadir hallardandır ki, bugün bizə təqdim olunan bu tərcümə üçün aparatlar olsa da heç kim bundan istifadə etmədi. Çünki hamımız bir-birimizi çox yaxşı anlayırıq. Və mənə elə gəlir ki, universitetlər olaraq biz hər birimiz ortaq təqaüdlərə də getməliyik. Türk dövlətlərini birləşdirən ortaq təqaüdlər olmalıdır ki, bundan tələbələr və müəllimlər mübadilə üçün yaransınlar. Bundan əlavə bizim layihələrimiz var. Zamanında Türkiyədə var idi, Mevlana layihəsi var idi, daha sonra Türk dövlətlərini birləşdirən Farabi layihəsi var idi ki, bu dövlətlərin bu gördüyü layihələr çərçivəsində Türk dövlətləri, bugün burada da iştirak edən Türk dövlətləri bu layihələr vasitəsində iştirak edirlər. Biz əgər ortaq təhsilə gəlmək istəyiriksə, mütləq burada da qeyd olunduğu kimi mübadiləni artırmalıyıq. Çünki müəllimlər, tələbələr ora getdikcə o ortaqlığı gətirirlər, biz də özümüzdə tətbiq edirik və özümüzdə olanları da onlara çatdırmağa çalışırıq. Burada hörmətli Ədalət mənim çox yaxşı bir fikir söylədi ki, bu təqdimatlara baxanda biz gördük ki, daha çox Türkiyə yönəmlidir. Niyə belədir? Çünki istər biz olsun, istər Qırğızistan, Özbəkistan, Qazaxstan olsun, daha çox işlədiyi ölkə Türkiyədir və sözsüz ki, daha çox ortaya bu məsələ çıxır. Biz nə etməliyik? Birgə işləri daha çox görməliyik və nümunə üçün deyim ki, məsələn, mən təmsil etdiyim universitet region universitetidir, Gəncə Dövlət Universiteti, 90 ilə yaxın bir tarixi olan universitetdir. May ayında konferans keçirir və biz düşündük ki, bu ulu öndərə həsr olunmuş bir konferansdır və bir düşündük ki, bu il bunu Türk dünyasına həsr edək və bizim xaricdən olan qonaqlarımız Türkiyə, Özbəkistan, Qırğızistan, Qazaxstan olacaq. Bu tipli tədbirlərimiz artmalıdır ki, biz ortaq problemlərimizi müzakirə eləyək. Ortaq problemlər müzakirə olunduqca da vahid bir yekun qərarlara da gələcək. Bir daha təşəkkürümü bildirirəm. Növbəti işlər üçün mənə elə gəlir ki, gözəl bir başlanğıc oldu bu tədbir. Təşəkkür edirəm.